Bakı Ekspo mərkəzində sadəcə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və forumu, 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi və eləcə də 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi öz işinə başlayıb. Ölkənin bütün sahibkarları, yerli və xarici fermerlər ən son yeniliklərlə tanış olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgiyə böyük maraq göstərirlər. Regionun ən böyük kənd təsərrüfatı sərgisi sayca 19-cu dəfə Azərbaycanda baş tutdu. Sərginin açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov bildirdi ki, bu sərgiyə müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir. Caspian Agro Week formatı çərçivəsində təşkil olunur. Əsas məqsədimiz həftə ərzində həm sərgi, həm də Bakıda müxtəlif və ölkə üzrə müxtəlif forumların, toplantıların, aqrar sahədə müzakirələrin aparılmasına nail olmaqdır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin sözlərinə görə, hazırda Azərbaycandan 73 ölkəyə qida və kənd təsərrüfatı məhsulları ixrac olunur. Ötən il isə rekord göstərici qeydə alınıb. Ölkədən təxminən 914 min ton bitkiçilik məhsulu dünya bazarına çıxarılıb. Biz elə beynəlxalq standartlar formalaşdırmalıyıq ki, ixrac elədiyimiz məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilsin. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 2018-ci ildən etibarən Kobiya 2000-dən çox sahibkarlıq subyektinin müxtəlif sahələr üzrə ixtisaslaşmış yerli və beynəlxalq sərgilərdə iştirakına dəstək göstərildiyini dedi. Agentliyimizin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 10 KOB subyekti onlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini bugün qonaqlara təqdim edəcəklər. Bu dəfə sərgidə 45 ölkədən 447 şirkət həm kənd təsərrüfatı, həm də qida sənayesi məhsulları ilə təmsil olunur. Sərgiyə 51 bölgədən 500-dən çox fermer qatılıb. Məqsəd sərgi çərçivəsində fermerlərin ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola bilməsidir. 4 ildir Bakı Ekspo mərkəzində sərgidə iştirak edirik. Belə deyək, bizim 50 hektarlıq çay sahələrimiz var. Yerli çay istehsal edir şirkətimiz. Xarici ölkələrə də satışlarımız olunubdur bundan öncəki illərdə. Amma belə tələbat, maraqlanan şirkətlər var ki, bizim məhsula maraq göstərirlər. Daha yeni məhsullarla tanış olmaqdır əsas məqsəd. Təbii ki, maraqlıdır və çox istəyirəm tez-tez keçirilməyinə də hər dəfə iştirak edirəm çalışdığım qədər. Qeyd edək ki, 4 gün davam edəcək sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. Rəşad Vəkiloğlu, Nadir Zəllilov, Space xəbər.